Böyük Müslüm Maqamayevin abidəsini bəşəriyyətə salan sənətkar turistlər abidəsi ilə şəhid çəkdirirlər. Hətta uzaqdan onun səsini eşidənlər, xüsusilə də rus dilli olanların Müslüm Maqamayevin necə böyük rəğbətinin, sevgisinin olduğunu müşahidə edirik. Azərbaycan dahi sənətkarlar yetişdirən məmləkətdir. Xatırlayıram hətta Moskvada Müslüm Maqamayevin abidəsi qarşısında Rusiya vətəndaşı "Ehtiyac Müslüm" deyə sualımı cavablandırmışdı. Əslində sənətkarın böyüklüyü odur ki, o dünyanın hansı ünvanında yaşamasından asılı olmayaraq həmin millətin, həmin xalqın, həm də sənətkarına çevirməyi bacarır. Bəşəriyyətə töhfə verir. Burada Azərbaycanın Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi böyük dahi yazıçıları, ölməz tarixi sənətkarları olduğu kimi Rəşid Eftidov, Müslüm Maqaməyev kimi çox yaxın zamanlarda bəşəriyyətə töhfə vermiş ölməzləri də var. Ruhları şad olsun.